Böyükşə Pirşağı yolunun Məhəmmədiyə aid olan hissəsidir. Gördüyünüz kimi işıq dirəklərində işıqlar yanır. Ancaq bu ərazini keçirik. Təxminən Balaxan ərazisinə gördüyünüz vəziyyət 2 aydan artıqdır davam edir. Yəni burada azından mən 2 ayda bu yoldan istifadə edirəm mütəmadi olaraq. Burada mən 2 ay ərzində bu işıq dirəklərində işığın yandığını görmədim. Nə məsələdir? Bəlkə bir dərdini bilən var. Burada 90 sürət qoyulub. Bildiyiniz kimi. 90 sürətlə burada hərəkət edən avtomobillər bu işıqsız yollarda necə hərəkət edəsin ki, qəzaya düşməsin. Baxın, gördüyünüz kimi da burada Balaxanı Bək Məişət Tullantıları zavodudur. Bu da işıq dirəklərimiz. Ancaq gördüyünüz kimi bir dənə də olsun dirəyin heç birində işıq yanmır. Qeyd olunan şikayətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazidə işıqlandırma sistemində müvəqqəti problem yaranıb və qısa zamanda aradan qaldırılacaq.